Mən qətlə yetirilən Məmmədov Gülzarın qaynanasıyam. Mən bu haqda indiyəcən heç bir yerdə danışmamışam, heç bir müsahibə verməmişəm. Buna açıqlama gətirirmək istəyirəm ki, mətbuatda çox danışılır, hərə bir söz deyir. Yəni ki, bu maddiyyətdir, kart məsələsidir, bizim öhdəmizə düşən, bizim payımıza düşən nə qədər ki, dövlətdən verilən imtiyazlar var idi, maddiyyət. Biz hamısını natural qayda ilə ailəmizə düşən, hamısını gəlinimizə bağışlamışıq. Çünki onun 2 dənə körpəsi vardı. Mən gəlinimlə bir evdə yaşayıram. 6 ildir mən gəlinimi ovucum içində saxlamışam. Heç kəs deyə bilməz ki, qaynana ilə bunun arasında söz-söhbət olub, nəsə bir problem olub. Bunu anası da bilir, atası da bilir, bütün qohum-əqrəbəsi də bilir. Bir ay bundan əvvəl mənim telefonuma gələn zəng hər bir şeyi alt-üst elədi. Mənə məlum oldu ki, Gülzar xanım bir başqası ilə əlaqədədir. Hətta bir başqasını, bir neçə nəfərlə, həmən adamın mənə dediyinə görə bu bir neçə nəfərlə görüşür. Gəl bu qızın atası, anası da deməsəm də olmurdu ki, yəni ki, qızınız bu vəziyyətdədir. Onlar da gəldilər, atası gəlmədi, anası gəldi, qardaşı gəldi, bacısı yoldaşı gəldi. Ana içəri girən kimi mənə hücum çəkdi ki, gəzir də, hamı gəzir, mənim qızım da gəzir. Mən ama onun gəlir, başqa cür gözlürdüm. Ki, gələr mənə haqq qazandırar, hələ bir qızını da danlayaq, deyək ki, bu olmasın. Hər şey açıldı ki, bu qız nə üstə gedib. Ata demək heç bilmirmiş nə üstə getdi. Ana gelib deyir ki, qızı qaynana ilə yola getmir, evdə məsələn maddiyyat üstə görə dava eləmişik, arvadla yola getmir, ona görə götürüb gəlmişəm. Ana belə deyir. Hətta ana buradan çıxanda da dedi ki, saxlamışsınız. Aparıb atasına deyərəm ki, arvadla söz-söhbətə düşüb gətirmişim. Mən dedim, niyə elə deyirsən ki? Açığı nədir onu deyilənsən? Niyə yalanla deyirsən? Mənim üstümə atırsan onu. Kişi gəldi, hər şey açıqlığa qovuşandan sonra ki, nə üstə gedib qız, yenə də ata işinə ata bir söz dedi, nana bir söz dedi. Götürdülər qızlarını da yenə o qayda ilə. Bir dənə vəsiqəsini istədi qızım məndən. Ya mən onun əlindən kart almamışam. Bir şey almamışam. Bir dənə vəsiqəsini istədi qızın ki, ata ki, qızın vəsiqəsini ver. Qızın vəsiqəsini verdim, ata götürdü, qızını çıxdı getdi. Bizim evdə narazılığımız, gülə-güzarımız olmuyor. Bir o narazılığımız bizim namus üstə olur ki, bu cürə oğlum, bu cürə şəhidin, mənim oğlumun dünya ilə bir adı var idi. İndi də var, mənim oğlumun məkanı, nə bilim, məqamı indi də ucadır. Ancaq mən heç istəməzdim ki, nə Gülzara bir şey olsun, o mənim balamdır. Mən onu 6 ildə ovucumda saxlamışdım.